Avqustun 4-də Leyla və Arif Yunusların Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesləri yenə yarımqapalı keçirilib. Dünənki prosesdə halı pisləşən Arif Yunus məhkəmədə həkim nəzarəti ilə iştirak edib. Prosesdə şahid qismində jurnalistlər Anna Daqidaşvili, Əkbər Həsənov, hazırda MT-nin təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçiləri Sahib Məmmədov, Mirvari Qəhrəmanlı çıxış ediblər. Rauf Mirqədirov ifadəsində Arif Yunusa qarşı heç bir iddiası olmadığını bildirib. Qadın Krizis Mərkəzinin hazırda Çexiyada olan sədri Mətanət Əzizova məhkəməyə məktub ünvanlayıb. Məktubda deyilir: Leyla Yunus Sülh və Demokratiya İnstitutu xətti ilə keçirilən tədbirlərə görə mənə pul verməyib. 2003-cü ildən həmin təşkilatın sədr müavini olmuşam. Aldığımız qrantlara dair sənədləşmə aparılıb, lakin ofisimiz söküldüyünə görə sənədlər məhv edilib. Möhür, ştamp, maliyyə hesablarını Leyla Yunus özündə saxlayırdı. O, bank hesabları olan pulları nəqd şəkildə alıb bizə verirdi. Layihələr barədə soruşanda isə qrantların Ön Qafqaz qadınlarının cəmiyyətinə deyil, Sülh və Demokratiya İnstitutuna aid olduğunu deyirdi. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məhkəmədə ona verilən suallardan danışıb. Vəkil biraz məni çaşdırmaq istədi. Deyir ki, axı Leyla ilə internetdə gördüyü çoxlu layihələr bunlar ortaya qoyublar. Mənə sual vermişlər ki, istintaqda. Bundan xəbəriniz var. Mən demişəm ki, yox, mən rəssilkada görmüşəm, internetdə görmüşəm. Vəkil nə məqsəd nəsə bilmirdi. Vəkil müdafiədənsə qarışdırıcı suallar verirdi, araşdırırdı. Soruşdu ki, siz demişsiniz ki, o pulları Leyla çıxar. Dedim, mən nətər o layihələr haqqında xəbərim yoxdur ki, mən çıxarda bilərəm. O, Rauf Mirqədirovun çox zəif göründüyünü bildirib. Raufu mən tanıyırım, neçə əvvəl görmüşəm, yadınızdadsa bir möhkəm, sağlam bir şəxs idi. Rauf bəy heç mən belə görməmişdim. Əli qandalı görməmişdim. Belə arıqlayıb, uşaq kimi olub və onun gözlərindəki ifadəni bir girəndə var idi. Normal görüşdü, əl vuramanı salamlaşdı. Çıxandakı o ifadəni mən ömrü boyu əzab çəkən bir insan gözlərinə oxşayırdı. Bu da bir siyasi oyun deyirəm. Bilmirəm, bu təbii vətəndaş cəmiyyəti məhvi üçün gedən bir prosesdir. Usta, içəridəkilər, orada dustaqlar, biz nə eləyə bilirik? Biz nə iş görə bilirik? Məhkəmə avqustun 5-i saat 10-da davam edəcək.